Salam uşaqlar, bugün sizlə sifət dərsini izah eləmək istəyirəm. Diqqətlə qulaq asaq, zəhmət olmasa. Kimin nə sualı olarsa şəxsidən yazar mənə. Deməli, sifətlərin növləri var. Sadə, düzəltmə, mürəkkəb. Bunlar bizə lazım deyil, amma sifət düzəldən şəkilçiləri bilməlisiniz. Çünki bu bizə lazım olacaq. Bizə lazım olan budur. Gəlin mən sizə sifət düzəldən şəkilçilərlə tanış eləyim. Baxın, məsələn var, inkarlıq məna yaradır bir növü, less. Azərbaycan dilində sız-siz, süz-süz şəkilçisinə uyğun gəlir. Məsələn, home evdir, homeless olacaq evsiz. Və yaxud da use istifadədir, useless istifadəsiz, faydasız. İsmə ya da feilə şəkilçi artırıq bizdə sifət alınır. Bu yadda qalsın. Deməli, bu söz bazanızı da tez artırmağa kömək eləyəcək. Sonra digər bir şəkilçimiz var. Məsələn, full. Full məhsuldarlıq şəkilçisidir. Məsələn, dedik ki, harm ziyandır, harmful olacaq, ziyanlı. Amma harmless desəydik, olacaqdı ziyansız. Və yaxud da use istifadədir, useful, faydalı, useless oldu, faydasız. Deməli, bu müsbət söz düzəldir bizə. Sonra növbəti şəkilçimiz Y hərfidir, Y oxunur. Məsələn, deyirik ki, bunlar son şəkilçilərdir. Snow qardır, snowy olacaq, qarlı. Və yaxud da dust tozdur, dusty tozlu. Wind küləkdir, windy küləkli, lili şəkilçisi düzəldir də. Belə deyək. Bir başqa şəkilçimiz çox vaxtı able oxuyursunuz. Amma able oxunur, şəkilçidir çünki. Able və yaxud da ible yazılır. Bu da elə müsbət məna düzəldir. Məsələn, comfort rahatdır, comfortable olur. Rahatlıqdır, comfortable olur, rahat. Fashion dəbdir, fashionable olur, dəbli. Və yaxud da responsible. Response cavabdır. Responsible olur, məsuliyyətli. Irresponsible eləsək olacaq, məsuliyyətsiz. Burada ön şəkilçidə görürük. Bir digər şəkilçimiz Oğuzdur. Məsələn, son şəkilçidir bunlar. Fame şöhrət, famous, məşhur. Və yaxud da courage, cəsarət, courageous, cəsur. Sonunda oxunmayan olanda yadınızda qalsın. O düşür, sonra şəkilçi artırılır. İngilislərin hərfi də belə deyək. ING bizdə sifətdə düzəldir, isimdə düzəldir, feili sifətdə düzəldir. Bunların fərqini dərsdə keçəcəyik, hələlik bunu öyrənək. Məsələn, bore bezməkdir. Burada hərfini silirik, eyni boring olur, maraqsız. Interest maraqlanmaqdır, interesting olur, maraqlı. Deməli, bu ING-li sifətlər verilir əsasən cansızlara. Və yaxud da insana da verilə bilər, xüsusiyyətindən danışanda. Edli sifətlər isə əsasən verilir insana necə hiss etdiyini bildirmək üçün ya da cansızlarda da verilir, məchul növdə verilir. Məsələn, bored, bezmiş, I'm bored, yəni mən darıxıram, mən bezmişəm. Interested, maraqlanan deməkdir. Məsələn, I am interested in chemistry. Mən kimya ilə maraqlanıram. Bir də var deyirəm ki, chemistry is an interesting subject, kimya maraqlı fəndir. Tired, yorğun. Bax, bu edlə olan sifətləri çox vaxtı məchul növlə qarışdırırlar. İndi bunun to be-li ifadələrini verəcəyik sizə ki, qarışdırmayasınız. Yadda qalsın, bunu mən sizə demişdim. İsmə və bir daha təkrarlayıram. Bir də feilə. Ly şəkilçisi artıranda L-yə bizdə alınacaq sifət. Amma bunu sifət artıranda bizdə alınacaq sərf. Gəlin indi məsələn bir nümunə ilə tanış olaq. Hansılar ola bilər? Sifət
düzəldən elvaylarla və eyni zamanda sifətlə işlənən feillərlə tanış olun. Adətən feillə zərf olur. Birinci sifətlə işlənən feillərlə tanış olaq. To be və formaları am, is, are, was, were. Daha sonra become olmaq feili. Get və yaxud da got. Get həm də müqayisə dərəcəsi ilə işlənir. Seem, görünmək. Look, görünmək. Amma look at baxmaq zərflə işlənir. Feel və yaxud da keçmişdə fəltdir. Bunlar bizdə zərflə, deməli sifətlə işlənən feillərdir. Bundan başqa sound, səs vermək. Deməli, taste-lə, smell-də də sifətlə işlənir. Amma orada bir şərt var. Taste və yaxud da keçmişdə tasted, smell, keçmişdə smelled. Bunlarda cansız olanda sifətdir. Tutaq ki, testdə görürsünüz. The coffee smells bad. Kofenin pis qoxusu var bu şəkildə. Deməli, cansız isim olsa bunlarda olur sifət. Amma canlı isimdə zərf olur. Bunlar bizdə sifətlə işlənən feillərimizdir. Elva ilə olan sifətlərimizə nümunə deyək sizə. Məsələn, love sevgidir. Lovely olur, gözəl, qəşəng, xoş. Sifətdir. Live canlı, live yaşamaqdır. Lively olur, canlı. Və yaxud da lonely zərf deməkdir. Lonely yalnız deməkdir. Bu da sifətdir. Zərf deyil, sonundakı l-yi aldatmasın sizə. Elderly, yaşlı adama deyirlər, sifətdir. Ugly, eybəcər, sifətdir. Friend, dostdur, friendly olur, mehriban, dostcasına, sifətdir. Mən kişidir, mənli, qoçaq deməkdir, bu da sifətdir. Bunlar bizdə elva ilə bitən sifətlərimizdir. Bu sifətləri biz zərf kimi işlətmək istəsək, Azərbaycan dilində casına şəkilçisi kimi tərcümə olunur. In a way ifadəsini istifadə edirik. In a elvaylı sifət və sonuna way söz artırıq. Olurcasına. Məsələn, bircə dəqiqə. Məsələn, gəlin mən sizə bir dənə nümunə deyim. Gəlin rəngi dəyişək buradan. Daha diqqət cəlb eləsin. Tutaq ki, deyirəm ki, he always, o həmişə behaved in a manly way. O həmişə cəsur davranıb. Bax, burada in a manly way cəsur davranmaqdır. Zərflə də verə bilərdik. Courageous zərfini elvaya artırıb. He always behaved courageously. Bu şəkildə də vermək olardı. Xüsusən də cümlələri dəyişməkdə çətinlik çəkənlər bunları yadda saxlasın. Deməli, sifətin qaydası bildik ki, yuxarıda adını çəkdiklərimiz feillərdən biri sifət ola bilər və yaxud da sifət isim işlənə bilər. Yadda qalsın ki, isim təkdə olarsa, sayılan olarsa en artiklı işlənir. Cəmdə olarsa, artıq biz orada artikl vermirik. Və yaxud da təkcə isim olsa, orada artikl vermirik. Tamam mı? Yeni diqqətli olun. Bəzən artikllə də çaşırsınız. Halbuki sadə bir şeydir. Sadəcə diqqətsizlik səhvidir. Zərf işlənə bilər. Yuxarıda adını çəkdiyimiz feillərlə necə? Məsələn, to be feilinin formaları və feellə işlənə bilər, keçmişdə də felt. Özünü necə hiss etdiyim mənasında well zərfi işlənə bilər. Tutaq ki, deyirsən ki, I am well, mən yaxşıyam. I feel well, mən özümü yaxşı hiss edirəm. Bir dənə işlənə bilər, zərif sifət. Burada artıq zərif sifətə aid olur. Tamam mı? Zərif sifətə aid olur. Məsələn, deyirəm ki, Turkey, Türkiyə was absolutely ya da utterly zərfində verə bilərik. Sizdə verilmir. Tamamilə deməkdir. Devastated,
After the quake və yaxud da after the earthquake. Zəlzələdən sonra Türkiyə tamamilə dağıldı. Bax burada absolutely zərfimiz bizdə devastated deməli sifətinə aiddir. Ed bilirik ki, sifət düzəlir. Daha heç kim mənə deməsin ki, xəcə mən burada to be var, to be ilə dediniz ki, zərf olmur. Bundan başqa to be ilə zərf belə də işlənə bilər. Topluda elə də çox yoxdur. Cəmi bir dənə nümunə idi. Amma yenə də deməyi özümə borc bilirəm məchul növdə. Məsələn, to be zərf və feilin 3-cü qrafiki gəlir. Qaydalar ediləndir, qaydasız kökündən dəyişir. Məsələn, elə topludakı nümunəni sizə deyim cümlə olaraq. Topludakı cümlə səhv eləmirəmsə təxminən bu şəkildə idi. These workers, bu işçilər are highly paid. Yüksək maaş ödənir. Yəni yüksək pul ödənilir və yaxud da highly respected də deyə bilərik. Fərqi yoxdur. Burada məchul növdür are paid və ona görə də bizdə highly zərfini işlətdik. Çünki məchul növdə biz zərf işlədə bilərik. Sonra sizə nə deyə bilərəm sifətlə bağlı? Deməli, sifətlə bağlı, bax, zərflə sifətin işlənməsinə bir dənə də başqa nümunə verim. Tutaq ki, deyirəm ki, I am, mən, deeply committed, tam sadiqəm kimə? To my students. Şagirdlərimə tam sadiqəm. Yəni, siz oxumaq istəyirsinizsə, mən sona qədər sizə kömək eləyəcəm. Baxın, burada oxumaq istəməyənə mən heç nə eləyə bilmərəm. Burada to be sifət tələb etdiyi halda dipli zərf gəlib. Çünki burada committed sifətdir və zərfimiz sifətə aid olur. Ona görə diqqətli olun. Deməli, biz öyrəndik ki, to be zərf sifət və yaxud da to be zərf feilin 3-cü qrafiki, yəni məchul növ ola bilər. Sifətə elvay artıranda zərf alınır. Məsələn, quick cəlddir, quicklə olur, cəld şəkildə. Və yaxud da slow astadır, slowla asta şəkildə. Bizdə deməli, bəzən testdə belə bir söz görürsünüz, fastla. Fastla deyilən söz yoxdur. Qətiyyən yoxdur belə söz. Sonra olmayan testdə sözlərimiz, bax, gooder, better, belə sözlər yoxdur. Qətiyyən. Sonra the bestdən sonra sifət gələ bilməz. Çünki the best özü sifətin üstünlük dərəcəsidir. İndi bunun dərəcələri keçəndə deyəcəyik. Bax, belə bir şey olmur qətiyyən. Yadınızda qalsın. Yəni, mənə deməyin ki, bu niyə səhvdir? Bunlar harada gördünüzsə tolu incəsin. Bunlar yeridibli səhv olan sözlərdir. Ümumiyyətlə bunlardan istifadə oluna bilməz. Bəzi sözlərimiz var ki, həm sifətli, həm zərf. Onlar hansılardır? Fast, sürətlə. Long, uzun müddət. Sonra far, uzaq və yaxud da uzaqda. Low, aşağı və yaxud da alçaqdan. Bundan başqa much və many özü müqayisəsi kökdən dəyişir. Much'ın özü həm sifətli, həm zərf. Early, həm sifətli, həm zərf. Tez, erkən mənasında sifətli, tezdən zərf olur. Hard, isim deməli, çətin mənasında olur sifət. Əzmlə mənasında zərfdir. Bir də daily, gündəlik mənasında sifətdir. Hər gün mənasında zərfdir. İndi bunları hardan bilirik fərqi? Bayaqları düsturu dedik sizə. Sifət isim olur. Yəni, bunlar ismin qarşısındasa deməli sifətdir. Amma feildən sonra zərf gəlir. Feil, zərf gəlir. Yəni, bu düsturu yadda saxlayın siz. Bundan başqa sizə nə deyə bilərəm? Məsələn, gəlin elə hardın nümunəsində göstərim sizə. Hard work, çətin işdir. Burada hard sifətdir. Work hard, əzmlə çalışmaqdır, yəni çox çalışmaqdır. Məsələn, study hard da deyə bilərsiniz, fərqi yoxdur. Sadəcə work sözü bizdə həm feildir, həm isimdir.
Sözün yerinin dəyişəndə məna necə dəyişməsini sizə əyani göstərmək istəyirəm. Ona görə sizə bir hərfi səhv eləyəndə, sözün yerini səhv yazanda bal vermirlər. Bir də bizdə hardly sözü var. Hardly inkardır. Özündən sonra feili istəyir. 95% inkar olur. Hardly work olur. Demək olar ki, işləməmək. Təsəvvür eləyin ki, müəllim sizə yazı verib, 100 dənə test vermişəm. Getmisiniz onun 3-ün 5-ini yazmısınız, qalanı qalıb. Bax, bu artıq gəlir inkar mənaya çıxır. Gəlin lövhəmizi silək və davam edeyim sizə. Bunlar sifət düzəldən şəkilçilərin bir qismi idi. Digər qismi i-sığır şəkilçisi var, iş oxunur. Məsələn, ımtıl və casına kimi tərcümə olunur. Tutaq ki, deyirəm ki, child, uşaq, childish olur uşaqcasına və yaxud da uşaq kimi. Fool axmaq, foolish axmaqcasına və yaxud da axmaq kimi. Rənglərə də artıra bilərik. Rəngin elə bir ki, çalarını açır, ımtıl kimi tərcümə olunur. Məsələn, yellow sarıdır, yellowish olur sarımtıl. Red qırmızıdır, reddish qırmızımtıl. Brown qəhvəyidir, brownish qəhvəyimtil. Bax, o ımtıl-imtil şəkilçisini bu şəkilçi düzəldir. Sonra en şəkilçisi var. En bizdə feil də düzəldir. Feil düzəldəndə ismin əvvəlinə artırılır, sifət düzəldəndə isə axırına. Məsələn, gold qızıldır, golden qızılı. Sonra wool yundur, woolen yundan hazırlanan. Wood taxtadır, wooden taxtadan hazırlanan deməkdir. Amma courage cəsarət, encourage cəsarətləndirmək. Və burada fərqli şəkilçisi olur. Bir əvvələ artıranda feil olur, sonra artırılanda sifət olur. Sonra növbəti şəkilçimiz IV yazılır. Bunlar hələ ki son şəkilçilərdir. Məsələn, attract cəlb etməkdir. Attractive olur, cəlb edici. Gözəl sözün yerinə verə biləcəyiniz sinonimdir. Expense xərcdir, expensive olur, bahalı, yəni xərc tələb edən. Növbəti başqa şəkilçimiz bizdə var, al. Bax, deməli, buraxılışda dinləmə açıq sözünə düşmüşdü. Nation, millətdir, nation, national olur, milli. International, beynəlxalq sözdür. Bilməm, bunlardan hansısa ikisindən biri düşmüşdü. 11-lərdə diqqətli olun. Yəni, şəkilçi ona görə bizə vacibdir. Qaydanın sözləri, aşağı sinif sözləri sizin dinləmə açıq suallarınızın cavabıdır. Ant və ent şəkilçisi də var bizdə sifətdə. Bunlardan məsələn deyə bilərik nə? Diffə fərqlənməkdir, different olur, fərqli. Məsələn, differ from-un yerinə bir different from yaza bilərsiniz sinonim olaraq. Sonra depend asılı olmaqdır, dependent olur, asılı. Depend. Deməli, dependent olur, asılı. Sonra icra şəkilçisi var, ikdə oxunur. Məsələn, history tarixdir, historical olur, tarixi. Historic də tarixidir, historic, tarixi. Al da bizə sifət şəkilçisidir. Hero qəhrəmandır, heroic qəhrəmancasına. Yenə tutaq ki, heroic way. Bax, sifətləri in way ifadəsinin içində verə bilərsiniz, olur qəhrəmancasına. Bir də prefikslərimiz var. Prefikslər ön şəkilçilərdir. Əsasən inkar məna yaradır. Çox vaxt sözdə çətinlik çəkirsiniz. Məsələn, prefikslərdən tutaq ki, mən deyim im, il, ir, in, dis, un. Bunlar prefikslərdir. Sözün əvvəlinə artırılır. Bunları gördüyünüz sözü əgər sizdə açıq suala düşsə, onu dəyişmək çox asandır. Necə? Məsələn, bir nümunə verim sizə. Tutaq ki, deyir ki, bu niyə silinmədi? Nəysə. Tutaq ki, deyirik ki, Tom is irresponsible. Tom məsuliyyətsizdir, tənbəldir, belə deyək. Burada sizin yadınıza sinonim düşmür. Düşməsin də. İr, im, il, dis, un dediyi ki, əsasən inkar yaradır. Tom is iri yazın is not responsible. Tom məsuliyyətli deyil. Burada artıq siz 2 dənə sözü dəyişdiyinizə görə tam bal verəcək, uşaqlar. Yəni, yadda qalsın. Bir daha deyirəm. Deməli, im, il, ir. İnkarlığın düzəlməyinə diqqətli olun. İndi mən to be ilə verdim. Bəlkə
əsas feildir. Tutaq ki, zərflə verilib. Onda artıq do does didlə inkarlaşacaq. This, un. Bax, bunları sözdən atırsınız, həmin sözün notuna yazırsınız. Vəssalam. Məsələn, inexperienced, təcrübəsiz, not experienced şəklində yaza bilərsiniz. O da təcrübəsizdir. Və eyni zamanda sözlərinizi də artırmış olur. Təkrardan da sizi qurtarır bir növü, tam bal almağınıza kömək eləyir. Bax, bu şəkildə sözləri belə yaza bilərsiniz. Yəni, bu şəkilçiləri atırsınız, yerinə not artırırsınız və həmin sözün o qalan hissəsini, şəkilçidən qalan hissəsini köçürdürsünüz də cavab kartına.